13 müəllim. nömrəli. Vəfadar müəllim, buyurun. Axşamınız xeyir. Nərgiz Axşamınız xanım, xeyir. sizi təbrik edirəm. Mən indiyə kimi qutum haqqında heç vaxt heç nə deməmişəm. Amma bu gün çox belə istilik, həyəcan var məndə. Mən bir hiss eləyirəm ki, bu dəqiqə qutumda böyük bir məbləğ var. Əgər mümkündürsə saxlayasınız axıra. Onu hardan İndiyə kimi o istəyirsiniz? şeyi hiss eləməmişəm. Ha. Bəs, Baxın, Bəlkə vəziyyətiniz- istilərin düşməsi ilə əlaqədardır bu. Yox, Vəfadar ola müəllim. bilməz. Ola bəs bilər. 12 nömrəli qutunun sahibi Yeganə xanım. Yeganə xanım, necəsiz? Axşamınız xeyir olsun. Axşamınız Çox sağ xeyir. olun. Siz necəsiz? Sağ olun, buyurun. Yaxşı olasınız. Deyirəm bəlkə Vəfadar müəllimin həyəcanı yandakı qutuların həyəcanıdır. Aa. Buna gəlincə Hə, Ruhiyyə xanım. Nərgiz, belə qalası olsa hamı qorxur, amma getdiyin qutudan qayıtma. Onda yaxşı olur. 12-ci qutuya gəlincə, yəni mənim qutuma gəlincə görünən bələdçiyə, görünən kəndə bələdçi lazımdır. Ən yəni ki, necə deyim? Təcrübəli iştirakçısınız. 14 həftədir burdasınız. Bəli, o da var. Vallahi onun Qərərsizdir. təcrübəyə heç bir aidiyyatı yoxdur. Amma Hərdən müəyyən qədər olur. baxmısınız, Zal bəydə- görmüsünüz. Təcrübəli oyunçuydu. Yaxşı Məsələ məbləğ dəxli verə. oldu 2500 pul apardı. Xeyriyyə xərcləsin. Nə düşünürsünüz? Heç nə. Rəhlə xanım nə düşünür? Leyla xanım. Axşamınız xeyir. Axşam. Təbrik edirəm Sağ ol. Nərgiz. Uğurlar arzulayıram. İstəyirsiniz açın. Qısa konkret, super. Açın Rəhlə xanım. Çox qısa, çox konkret. Leyla xanım, 4 saylı qutu. Qərar qətidir. Qətidir. Üçüncü seçim oyunun bu məqamında kiçik məbləğlər 7 manat və 40 manat. Üçüncü məbləğ nə olacaq? 21 qutudan üçüncüsü. Sizindir. Wow, 1 manat. Süper. Kısa Çok sağ olun, konkret Leyla Leyla xanım. xanım. Çok hoşuma geldi. Çox sağ olun Rəhlə xanım. Üçüncü. Nərgiz, yaxşıdır. Yaxşıdır. Yaxşı olsun təki. Dördüncü də inanıram ki göy olacaq. Çünki dördüncüdən sonra bank təklifi gözlənilir. Və bankerin təklifi artıq dördüncü qutudan asılıdır. Nə düşünürsünüz? 20 nömrəli iştirakçımız təzə iştirakçıdır. Bəli. Onun fikirlərini bilmək istəyirəm. Xoş gəldik deyə də, xoş gəldik. Xoş gəldin. Çox sağ Elçin olun. müəllim, buyurun. Çox sağ olun. Mən də sizi təbrik edirəm Çox ilk sağ olun. növbədə Nərgiz xanım. Bu arada bütün iştirakçılara uğurlar arzulayıram və bütün xalqımızı bu bayram münasibətilə təbrik edirəm. Təşəkkür edirik. Bu bir ikincisi də ki, Nərgiz xanım, yenə bayaq deyilənlər kimi çox şükür Allah, neçə vaxtı buradasınız. Bilirsiniz hər şeyi. Getdiyiniz qutudan qayıtmayın. Öz intuisiyanız necədirsə, elə də iştirak edin. Qutuya qalmış olanda, nə deyim valla, gələn səfər deyəsən 500 manat idi də burada Zal müəllimin qutusunda mənim xatirimdədir. Elə olmalıydı, 500 idi də. 500 manat idi, bəli. 500 manat idi. Allahın köməli ilə indi burada 50 qəpik olar. 20 nömrəli iştirakçı. İnşallah yaxşı olar. Qərar qətidirsə. Uğurlar arzulayıram sizə. Çox Bir sağ daha. olun. Sağ olun. Açın. 20 nömrəli qutu. Zal Rüstəmov 20 nömrəli iştirakçı kimi iştirak edirdi. Bu həftə. 20 manat. Oyunun ilk hissəsində 4 Çox sağ qutu olun, açıldı. Elçin 4'ü də göydür. Mən sizə bir söz deyim indi. Amma heç kəsə deməyin. Siz Bank artıq təklifi hamıya var. deyirsiniz. Bank təklifi var. Bankın təklifi. Axşamınız xeyir olsun cənab banker. Bayramınız mübarək. Təşəkkür edirik.
Teşekkür edirik. Ne kadar? Teşekkür edirik. Teşekkür edirik. Yeni mövsümdə mən 4 kutudan sonra belə təklif eşitməmişdim. İlk təklif artıq təbəssüm doğurdu sevinənlərdə. Bəzilərində isə belə əsər. Deyərəm sonra sizə kimdə hansı reaksiya idi. Ola bilsin, siz həyəcanlısınız. Mən diqqətlə baxıram amma. Bankirin təklifi 1200 manatdır. Oyuna davam ya tamam. Bu məqamda. Davam. Davam. Davam deyilir. Bankirin 1200 manat təklifi ilə razılaşmayan Nərgiz Rıza oyuna davam deyir. Əgər o tamam desəydi 1200 manat pulla bu bayram buraxılışımızı tərk edərdim. Davam deyildisə, odur ki, keçid alırıq növbəti kutuya. Çox yaxşı. Belə də davam etsin. 16 nömrəli iştirakçı Fatma xanım. Fatma xanım. Fatma xanım. Çox gözəl saç düzümünüz var bugün. Çox sağ olun. Çox Axşamınız maraqlı. xeyir. Hər kəsin axşamı xeyir olsun və Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik eləyirəm. Nərgiz, sənə uğurlar. Çox sağ ol. İnşallah 10.000 də olmasa, 5.000-i, 3.000-i heç olmasa götürəsən buradan inşallah. Və biraz yəni sözümü belə demək istəyirəm ki, yəni bu günlərdə ayın 31-də, hələ qutuya keçməmişdən qabaq qoy bunu deyim, ayın 31-də bütün təhsil sistemində, yəni bilirsiniz ki, son zəngdir. Bəli. Son zəng münasibəti ilə bütün məzunları, bütün təhsil işçilərini ürəkdən təbrik eləyirəm. Əsasən də öz işlədiyim 25 saylı orta məktəbi Xətai rayonu müdiriyyətini və orada olan məzunları təbrik eləyirəm. İnşallah onların gözəl nailiyyətlərini eşidəcəyik. Və buradan öz qardaşım qızın ad günüdür, onu təbrik eləyirəm. Bugün ad günləridir də, bugün ad günləri. Bəli, ad günləridir və qardaşım oldu bu il 1-ci sinifi bitirir. İnşallah o da 11-i bitirsin. Fatma xanım. İndi keçirəm qutuya. Yox, qutuya keçəcəyik hələ. Hələ çatırıq. Hələ ələtin döngəsindəyik. Və elə bu məqamda bildiyimə görə Rafael və Coşqun, yəni tanınmış aktyorlarımızdan Rafaelin müəllimi olmuşsunuz, deyilmi? Bəli, Rafaelin müəllimi deyəndə biraz belə pis çıxır. Deyirlər, görsən Fatma xanımın neçə yaşı var ki, Rafaelə dərs deyib. Rafaelin yəni Əlavə, ingilis dili. Əlavə ingilis dilindən, bəli, onunla biz Mükəmməl olaraq ingilis dilini bilir. Rafael ingilis dilini bilir, bəli. Bilir. Mən heç bilmirəm. Siz onun iştirak elədiyi səhnəciklərdə yəni istifadə eləyir ingilis dilini. Çox gözəl də ingilis dilini bilir, çox gözəl də danışır, sərbəst. Yəni, bacardığı qədər. Mən deyərdim ki, 99% ingilis dilində bilirəm deyən insanlardan çox gözəl danışır. Konsertlərə dəvətnamə göndərir mi sizə? Bəli, konsertlərə dəvətnamə göndərib və öz təşəkkürümü də bildirirəm ona buradan. Və konsertlərində iştirak eləmişəm. Və qutu. Qutuya gəldikdə, Nərgiz, biz səndən buradan birinci gündən bir yerdəyik. Hər kəs burada doğmadır, yaxındır, amma sən daha doğmasan, çünki birinci gündən burada bir yerdəyik. Yəni, istəmərəm sənə yüksək məbləğ çıxardım. Heç vaxt da heç kəsə çıxartmamışam. Yalnız bir dəfə yüksək məbləğ çıxartmışam, o da Yalçın müəllimə səhv eləmirəmsə 3000 manat çıxartmışdım. İstəmərəm yüksək məbləğ çıxardım. Bacardığım qədər çalışaram ki, məndən əgər asılacağı varsa, yəni az məbləğ çıxardım. Fikrin qətidirsə, sənin fikirlərinə hörmət eləyirəm və bir də sənə bir məsləhət verim ki, hansı qutuya gedirsən, onu da açdır. Fikir qətidir yoxsa yox? Qətidir. 16 nömrəli qutu. 16 nömrəli kutu. Uğurlar. Buyurun. Sağ ol. 5-ci kutudur. Hələ ki, ardıcılıq çox gözəldir. 4 kutu açılıb və 4-ü də göy məbləğlər. $5000 manat. İstəməzdim Nərgiz, amma qəm eləmə, çünki 10.000 hələ oradadır. Olsun. İlk dəfədir mən belə, yəni Yalçın müəllimdən sonra böyük bir məbləğ açıram. İnan ki, heç istəməzdim. Olsun. 10.000 hələ buradadır. Oyunun ikinci, ən böyük məbləği çıxdı. Yox, problem deyil.